Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Agün Süleymanova. Bugün sizinlə sam əvəzliyi haqqında öyrənəcəyik geniş şəkildə. Lakin yenə qeyd etmək istəyirəm ki, onlayn və əyani şəkildə ingilis dili dərslərinə qoşulmaq istəyirsinizsə, Telan School-a gəlin ya da ekrandakı nömrə ilə əlaqə saxlayın. İndi isə dərsin izahına keçək. Sam qeyri-müəyyən əvəzliyinin tərcüməsi Azərbaycan dilində biraz, bir qədər, bir neçə, bəzi kimi tərcümə olunur, yəni mənası var. Və samdan sonra cəm isim və samdan sonra sayılmayan isim gəlir. Nümunələrə baxanda some people, some buildings, some advice, some news və s. Deməli, samın mənası biraz, bir qədər, bir neçə, bəzi və samdan sonra biz ya cəm isim ya da sayılmayan isim yazırıq. Sam əsasən təsdiq cümlələrində işlənir. Yəni çox vaxt təsdiq cümlələrində işlənir. Həmişə yox, çox vaxt. Yəni cümlənin xəbəri təsdiq olmalıdır. Təsdiq xəbər nədir? Is, are, have, had, play, əsas fe'llər, idili, keçmiş zaman, müdafiələr və s. Yəni cümləmin xəbəri və yaxud feili təsdiqdə olmalıdır, inkarda yox. Nümunə. I can get some news about this accident. Yəni some o cümlədə sam işlənib, samdan sonra news sayılmayan isim gəlib və bizim cümləmiz təsdiq cümlədir. She has some problems. Bizim yenə cümləmizdə sam var, samdan sonra cəm isim gəlib və cümləmizin xəbəri has, yəni təsdiqdir. There is some dust on the furniture. Cümləmizdə yenə sam əvəzliyi var, samdan sonra sayılmayan isim gəlib və cümlənin xəbəri is təkdədir. Növbəti qayda, samın bəzi mənası da var. Yəni samı biz bəzi kimi də tərcümə edirik və sam bəzi mənasında isimsiz işlənə bilir. Some are in English, I can't translate. Bəzisi və yaxud bəziləri ingiliscədir, mən tərcümə edə bilmirəm. Yəni burada gördük ki, samdan sonra cəm feil gəldi, yəni xəbər gəldi. İsim yoxdur. Yəni bəzi mənasında samdan sonra isim gəlməyə də bilir. Sam bəzi mənasında inkar və sual cümləsində işlənə bilir. Deməli, sam bəzi mənasında inkarda da, sual cümlələrində də görə bilərik. Some children don't like to sleep early. Bəzi uşaqlar erkən yatmağı sevmir. Why do some children like to go to the park a lot? Niyə bəzi uşaqlar parka getməyi çox sevirlər? Deməli, bu iki nümunədə görürük ki, birinci cümləmiz inkardır, amma sam gəldi, sam oldu cümlədə və ikinci cümləmiz sualdır, yenə biz sam işlətdik cümlədə. Və bir də inkar cümləsinə fikir verin. Biz növbəti dərslərdə any qeyri-müəyyən əvəzliyində öyrənəcəyik və biz orada qeyd edəcəyik ki, any inkar və sual cümlələrində əsasən işlənir, çox vaxt işlənir. Sonra biz samı da indi öyrənirik ki, sam da bəzi mənasında inkar cümlələrində işlənir. Bunu yəni diqqətli olun ki, burada sam inkarın əvvəlində gəlir. Bax, buna fikir versəz, any ilə samın inkarda işlənməsində çətinliyiniz olmayacaq. Sam inkar sözünü, bax, don't inkardır. Don't-un önündə yazılmalıdır. Amma any olanda isə inkar olmalıdır, sonra any yazmalıyıq. Növbəti dərslərdə any'nin izahını keçəndə orada da qeyd edəcəm bu qaydanı bir daha. Növbəti qaydamız sam təklif və xahiş bildirən sual cümlələrində də işlənə bilir. Yəni təklif və xahiş bildirən sual cümlələrini, ümumi sual cümlələrini ayırd eləmək üçün mötərizədə can you, may I, could you, would you like, do you want kimi başlıqları yadınızda saxlayın ki, təklif və xahiş bildirən sual cümlələri bu başlıqlarla başlayır. Yəni adi ümumi sual cümləsindən, xahiş və təklif bildirən sual cümlələri arasında fərq var. Can you get me some milk? Mənə biraz süd gətirə bilərsən? Yəni kimdənsə xahiş edirsən ki, sənə süd gətirsin.
May I take some paper? Mən biraz kağız götürə bilərəm. Yəni icazə istəyirsən, xahiş edirsən ki, yəni biraz kağız götürə bilərəmmi? Would you like some fruit to eat? Yeməyə biraz meyvə istərdinizmi? Təklif eləyirik. Do you want some slices of bread? Bir neçə dilim çörək istəyirsiniz? Yəni təklif edirəm yenə də. Yəni bu kimi sual cümlələrində some, yəni sualda işlənə bilir. Digər qaydamız samdan sonra miqdar say, yəni 2, 3, 4, 5 və s. bildiyimiz miqdar sayları gələrsə, təxminən hardasa mənasında işlənir. Misal üçün, for example, I won't be in Baku some 5 days. Mən hardasa 5 gün Bakıda olmayacağım və yaxud təxminən mən 5 gün Bakıda olmayacağım. Some 5 students could speak English. Təxminən və yaxud hardasa 5 tələbə ingiliscə danışa bildi. Bir də təkrar edək. Samdan sonra miqdar sayı gələrsə, samın mənası təxminən hardasa olur. Növbəti qaydamız sam hər hansı bir qeyri-müəyyən və ya önəmli olmayan insanı ya da əşyanı ifadə etmək istədikdə sayılan təksimlə işlənir. Deməli, samdan sonra sayıla bilən təksim də gəlir. Və çox vaxt biz burada samı bir kimi tərcümə edirik. Baxın, there must be some way of opening this door. Qapını açmaq üçün, bu qapını açmaq üçün bir yol olmalıdır. Yəni burada samı biz bir yol olmalıdır. Yəni belə işlənmə halı da var. Digər qaydamız isə some of ilə işlənir və özündən sonra, yəni davamında cəm və ya saymə isim gəlir. İndi nümunəyə baxanda burada some of, samdan sonra ofdan sonra mötərizə açılıb, orada them, us, you, it, the, these, those, my, your aslı formada olan yerli əvəzliklərdir. Yəni isimin qarşısında bunlardan hansısa biri olmalıdır, amma obyekt əvəzliklərini saymırıq da. Them, us, you, it bunlar isimin qarşısında yox, elə birbaşa yəni isim, yəni gəlirlər, isim gəlməyəndə də məsəlcə some of them are, məsəlcə onların bir neçəsi və yaxud bəzisi. Amma isimin qarşısında mütləq the, these, those, my, your bunlardan hər hansısa biri olmalıdır mütləq. İsim cəmdə də ola bilər, saymən isim də ola bilər. Cəm isim gəldikdə cümlənin xəbərini cəmdə, saymən isim gəldikdə isə xəbər təkdə götürülür. Some of the students are in the yard. Yəni şagirdlərin bir neçəsi həyətdədir. Gördük, ofdan sonra students cəmdir və xəbər də cəmdə götürmək lazımdır. Some of the information is wrong. Ofdan sonra information sayılma isimdir, sayılma isimlə də xəbər təkdədir. Sonra some, one, body, thing və ya ilə birləşərək törəmə vəzikləri yaradır. Olur someone kimsə, somebody yenə kimsə, something nəsə, some və ya harasa. Yəni bu əvəzliklər törəmə əvəzlikləridir. Törəmə əvəzliklərinin yəni bir sıra xüsusiyyətləri var ki, törəmə əvəzliklərindən sonra isim gəlmir. Samdan sonra isim gəlir, amma törəmə halındadırsa, törəmə olubsa, ondan sonra isim gəlməz. Bu əvəzliklər cəmlənmir. Yəni törəmələri biz cəmləyə bilmərik. Əsasən təsdiq cümlələrində işlənir. Sam özü əsasən çox vaxt təsdiqdə işləndiyi üçün törəmələri də təsdiqdə işlənir çox vaxt. Amma sual və inkar cümlələrində də işləndiyini görə bilərik. Törəmə əvəzlikləri ilə cümlənin xəbəri təkdə olur. Deməli, törəmə əvəzliklər olan cümlədə biz xəbəri təkdə götürməliyik. Example, there is something in my eye. Mənim gözümdə nəsə var. Yəni burada is gördünüz, xəbər də təkdədir. Nə zaman bəs törəmələrlə biz isim işlədirik? Əgər canlını bildirənlər someone, somebody canlıya aiddir. Bu əvəzliklər apostrof s qəbul edərsə özlərindən sonra isim gəlir. Deməli, someone, somebody apostrof s qəbul edərsə özlərindən sonra isim gəlir. Nümunəyə baxaq. Someone's kid in the yard. Kiminsə uşağı həyətdədir.
Else başqa. Else'in tərcüməsi başqa deməkdir. Yəni somebody, someone-dan sonra else gəldikdə yəlik hal else-ə keçir. Yəni apostrofesi else-ə qoyuruq. Nümunə example, it's someone else's bag. Yəni bu kiminsə, başqa kiminsə çantasıdır. Başqa kiminsənin çantasıdır. Bugünlük bu qədər. Yəni ümidvaram ki, SAM haqqında bütün qaydaların izahını başa düşdünüz. Hansı qaydada yenə də çətinliyiniz varsa yazıb soruşa bilərsiniz və növbəti dərslərimizi biz həmin qaydalar üzərindən hazırlayaq. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.